Alman dilində gələcək zamanı futur eins. Gələcək zamanı düzəltmək üçün bizə lazımdır werden köməkçi feili. Werden köməkçi feili şəxslərə görə dəyişir. Əsas hərəkət bildirən ifadə isə sual, inkar adi cümlədə cümlənin ən sonunda istifadə olunur və şəxsə görə dəyişmir. Gəlin bir cümləyə baxaq. Ich werde nach Deutschland reisen. Mən Almaniyaya səyahət edəcəm. Burada əsas hərəkət bildirən ifadəmiz reisendir, yəni səyahət etmək. Köməkçi feil isə werdendir. Ortada istiqamət bildirən ifadəmiz var. Gördüyünüz kimi cümlə, şəxs, sonra yardımcı feil, digər ifadələr və sonda əsas hərəkət bildirən sözlə bitir. İndi həmin cümləni sual cümləsinə çevirək. Bu zaman başqa şəxslə edək. Sən Almaniyaya səyahət edəcəksən, cümləmiz belə olacaq. Bu zaman werden köməkçi feilini cümlənin önünə keçirməliyik. Willst du nach Deutschland reisen? Willst du nach Deutschland reisen? Sən Almaniyaya səyahət edəcəksən. Bu zaman əsas hərəkət bildirən ifadə yenə cümlənin sonunda işləndi. Yalnız burada yardımcı feil olan werden şəxsə görə dəyişdi və cümlənin önünə keçdi. İndi bu cümləni inkarda istifadə edək və başqa şəxslə təbii ki. Wir werden nicht nach Deutschland reisen. Biz Almaniyaya getməyəcəyik. Burada inkarlıq nichtdir. Nicht werden feilindən sonra istifadə olundu. Bu qayda bütün gələcək zamanda olan cümlə tipləri üçün keçərlidir. Werden feili şəxslərə görə dəyişir. Gəlin buna baxaq. Ich werde, du wirst, er, sie, es wird. Təbii ki, bunların hər biri ayrı-ayrı wird olur. Sadəcə qısa olsun deyə belə ifadə edirik çox zaman. Wir werden, ihr werdet, sie werden. Bu formada werden feili şəxslərə görə dəyişir. Əsas feilimiz isə əsla şəxslərə görə dəyişmir. Olduğu halı ilə cümlənin sonunda istifadə olunur. Bir başqa cümləni də siz kommentlərə yaza bilərsiniz. Bir sonraki videoda görüşənədək. Tschüss.